Qara qaloş mənim üçün taksi olubdu. Qaloşla gedib gəlmişəm işə. 48 ildir bu evə gəlin gəlmişəm. ...41-45'te. Sonra, oradan sonra. Bunların 12'si. 12. Ben Hepten artık şahsı aileler olmadılar. Yoldaşı. Gelmişəm ağacdarız varmışam. Onun barın axşam çağı gedib qapının ağzına tərəzə qoymuşam. Meyvələri çəkib fəhlələrə yedirmişəm. Arpanı. Eləncə günlər keçirmişik. evi bir de kümetçe kimi tikip oturup burada. Anasını da koyup yanına. Anasını da çekilip burada değil. Yoldaşınız ne vaxt rəhmət edib? Ben yoldaşım 20. ilde. Bir an değil mi ya da. Niçin o? O hərbini şəklini çəkiblər. Arkasından yazıblar. Eylədən zaten Onun nə üçün öğrenirim. örgən zəhmətin təkiydim. Baş öğrenirim. Bu vaxtdan mən işləmişəm, zəhmət çəkmişəm. Nə qədər ayaq yalan baş atır. Mən taksi tanımamışam. Yol qırağında dayanıb taksi sağlı. Qara qaloş mənim üçün taksi olubdu. Qaloşla gedib gəlmişəm işə. Qarla, qiymətlə, zəhmətlə. Çox müdürlər yola salmışam. Doktor Malik, Allah rəhmət eləsin. Doktor Malik. Allah haqqı. Kızıl ağacdan indi. Ya başqaları. Çox. Hə. Bir də iki deyət ki, hantın deyim, o qədər var ki. Ha, sağ ol. İşçi gedir, işin görür gəlir. Amma da gedib oturub gəlmir. İşləyirlər. Kürt olsa 41-ci ildə keçirlərdi o saya. Mal heyvana aparırlardı, otarırlardı. Bir də axşam çay gətirirlərdi. Buzun üstlük ərimirdi, kürün suyunun üstlük ərimirdi. Eləncik çörəklər qazanmışıq yemişik. Çətinliklə, Poliklinikadan. balalarımızı çətinliklə saxlamışıq. Noruz bayramı olan. Noruz bayramı olanda bayram axşamımızı elirdik. Səhərə çıxanda gedib ağsaqqallarla bayramlaşardıq. Bayram pay alardıq. Bayram pay verərdik. Beləncik olmuşuq. Deyim, Hə, deyil. rəhbərə salam. Bakının sayrışan ulduzlarından, çadrasız boyası, Türk qızlarından, uçan durnaların xoş abadından, bizim səlyan aşıqlarının simli sazından, günəşli gündüzdən, aylı axşamdan, şəriqin qapısında yanan bir şamdan, azad sənətimdən, azad tilimdən, mənə könül verən, mənə sağlamlıq verən, hal-hazırda bizə rəhbərlik eləyən rəhbərimizə. Salam. Sağ ol değil. Sağ ol. Tezli şebaytti. Şimdi Əyni iç. sen neçə belə Ha, ben sonra ben elə bir 77'de gelin gelmişim bura. Ben gelende bu poliklinikada işləyirdi. Bu dedi ben 85 yaşınca işləyirdi. Ne bu? Üç nəfərə səs verə bilərdi. Bir nəfər, 3 nəfərə üç səs ver. nəfərə səs verə bilərdi. Çay içə bilmirsən. Mən İbayeva Əfruzə Avasət qızı. 48 ildir bu evə gəlin gəlmişəm. Bu mənim qaynanamdır, Bayramova Fatma Ağarhəm qızı. Neçə 48 ildir mən bununla bir yerdə yaşayırıq. Mənim yoldaşım rəhmətə gedib 5 ildir. 5 ildə bu yatağa düşüb. Ona da mən baxmışam, buna da mən baxmışam. Bu çox zəhmətkeş qadın olub. Lap cavan vaxtından ağır işlərdə işləyib. Özü demişkən kişi olmuşam, qadın yox kişi olmuşam. Mən də evdən olmuşam. Amma mən sonradan öz sənətimə görə dərzi işləyirdim. Özüm də pulu qazanırdım. Yəni ki, özüm də qazanmışam. Yoldaşıma kömək eləmişəm. 4 qızım var. Balalarım da həmişə bunun xətrini çox istəyib. İndi şəhərdədirlər. Gələndə hökmən buna dəyməlidirlər. Çox vaxtı buna görə gəlirlər ki,
nənə qocadı, gedək yoxlayaq onu. Bu özünün də nəvələri o biri qızından, düzü, Pirşibdə qızları var. O qədər uzaqdır, gəlib gedəmirlər. Amma burada Bakıda da bir də qızı var. O gəlir, ayda bir dəfə, 2 dəfə gəlir, bir gecə, 2 gecə gəlir, anası ilə qalır, dəyir, gedir. Amma sırf özüm baxıram buna. Mən qulluq eləyirəm. Özüm işə gedirəm, amma işlə əlaqədar harda işləsəm, gündə 2 dəfə, 3 dəfə mamına gəlib dəyib gedirəm. Yəni mən hansı işə düzəlsəm, elə işə düzəlirəm ki, mən buna gündüzlər gəlim, dəyim gedim, axşam çağına qədər. Səhərim verirəm, gün ortasını verirəm, axşamın verirəm. Ürəyi nə istəyir, alıb gətirirəm. Tez-tez soruşuram, nə istəyirsən? Bəlkə nəsə ürəyin istəyir. Deyir, bilmirəm mağazinlərdə nə var. Gör nə var, al gətir də. Alıb gətirəm, deyir, bu ayətonu, bunlar mən görməmişəm bunları. Alıb gətirəm, hər şeydən dadızdırıram. Özüm də, özünüz də görürsünüz ki, təmiz saxlayıram, səliqəli saxlayıram. Heç bir xəstəliyi yoxdur. Onun bir də əzab çəkdiyi qocalıqdır. Qocalıqdan əzab çəkir. Ona da kömək edirəm ki, Allah verən ömürdə haraca yazıb, oradan da gedəcək. Biz kimik ki? Mən indi çox razıyam. Yaxşı qaynana olub. Zəhmətkeş olub da, həm də cavan vaxtından ailəsiz qalıb, balaların zülmünə, zillətinə saxlayıb böyüdü. Milleti var ki, ispiralı yoğundur, işıqlı görkədir. Hər şey yadında qalıb. Tibb texnikumuna daxil olub, orada imkansızlıq cəhətdən onu oxuya bilməyib. Mən bunu çox əsas poliklinikada xadimə olan, qohum olandan sonra yaxşı tanımışam. O qədər zirək olub, sözü ötə gedən olub. O qədər hər şeylərə qarışıb, onları düzəldib, ona görə deyirlər prokuror Fatma. İndi qüvvədən düşüb, yatağa düşüb. Hamımına prokuror Fatma deyirdi. Qanunları çox yaxşı bilirdi. Yəni o məhkəmədə hətta işləyib oldu. Bəli, məhkəmədə sağduş deyirsiniz, solduş deyirsiniz, orada işləyibdi. Belə imkanı olan qədər kömək eləyibdi. Ədalət sahibi olubdu, haqq danışan olubdu, yalancı olmayıbdı. Belə də bayavoy qadın olduğuna görə də ona o adı vermişdilər. Mən kimə nə deyəcəm ki, nişan döyür adam, Fatmaya nişan gəlir. Görməmiş gelmişəm, qayıtmışam dala gəldim. Gör, bu yaşımda. Para dənə, mirtazin, para dənə. Onu ilə rahat götür, sördə sulavodun. Arada çox tez-tez olmasa, amma çalışaram. Yazdı da şükür olsun Allah, havanı çox yaxşı vaxtları da adam istəyir ki, bir yarım saat, bir saat harcasın. Bastım. Bir ara fikirləşdim ki, mən bunu aparım başıya. Bu şeylər keçir, kampaniyalar keçirilir. Bir də görsən ki, 100 nəfərə pulsuz əməliyyat edir. Nə vaxt ürək istəsə? Qapını saatçilikdə yavaş-yavaş söhbətləşər. İndi arada bir də görsən ki, elə yaxşı söhbət edir. Səmədova Şirin xanım, Salyan rayon mərkəzi xəstəxanasının direktoru. Bildiyimiz kimi həssas əhali qrupuna diqqət və qayğı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələri İdarə Etmə Birliyinin prioritet məsələlərindən biridir. Bizdə də rayon ərazisində mütəmadi olaraq yaşlı, tənha yaşayan və həssas əhali qrupuna aid olan əhalinin müntəzəm olaraq icbari dispanserizasiyası və müayinələri həyata keçirilir. Bu çərçivədə ailə həkimimiz məlumat verdi ki, bizim ərazimizdə 100 yaşı qeyd olunan bir ağbirçək vətəndaşımız var. Fatma xanım Babayeva uzun illər aldığımız məlumata görə Salyan rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsində fəaliyyət göstərib və bu da bizə bir stimul verdi ki, bayram çərçivəsində gəlib Fatma ananı ziyarət eləyək
və həm də elə bu münasibətlə də onun həkim müayinələrini həyata keçirdik. Bu gün bizimlə bərabər kardioloq həkimimiz, oftalmoloqumuz, UZI həkimlərimiz müayinəyə gəldilər və Fatma ananı müayinədən keçirdilər. Ürəyində heç bir problemi yoxdur. Arterial təzyiqi maşallah olsun ki, norma çərçivəsində. Kardioloji olaraq heç bir problemi aşkar olunmayıb. Özünün də şikayəti yoxdur. Allah hamıya belə ömür qismət eləsin, xoş ömür, sağlıqlı ömür. Görsün necə sağlamdır. Allah hamıya qismət eləsin.